أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون فرحين بما آتاهم الله من فضله ويستبشرون بالذين لم يلحقوا بهم من خلفهم ألا خوف عليهم ولا هم يحزنون يستبشرون بنعمة من الله وفضل وأن الله لا يضيع أجر المؤمنين ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون ولا تحسبن الذين قتلوا في سبيل الله أمواتا بل أحياء عند ربهم يرزقون فرحين بما آتاهم الله من فضله ويستبشرون بالذين لم يلحقوا بهم من خلفهم ألا خوف عليهم ولا هم يحزنون يستبشرون بنعمة من الله وفضل وأن الله لا يضيع أجر المؤمنين الذين استجابوا لله والرسول من بعد ما أصابهم القرح للذين أحسنوا منهم واتقوا أجر عظيم الذين قال لهم الناس إن الناس قد جمعوا لكم فاخشوهم فزادهم إيمانا وقالوا حسبنا الله ونعم الوكيل صدق الله العلي العظيم. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. Allah'ın Teala Cəzəti Cəlalı hürmətinə Əyyam-ı Fatimiyyədə bizləri dünya və ahirətdə o Həzrətin özünün övladlarının ziyarət və şəfaətindən bir nəsib eləməsin inşallah. Bu günlərim
məlum olduğu kimi qanlı bir hadisənin 10 ili tamam olur. Elə bir qanlı hadisə ki, bir dövlət öz xalqına qarşı elədiyi bir cinayətin ildönümüdür. Adətən görmüşük ki, istər hakimlər olsun, istər prezidentlər olsun, istər şahlar olsun, bunlar həmişə, əlbəttə Allahın əmri belədir. Bunlar həmişə xalqla mehriban olarlar, xalqla danışarlar, xalqla məntiqlə danışarlar, xalqı dinləyərlər, xalqın dərdini dinləyərlər, xalqın dərdini həll eləyərlər, müşkülünü həll eləyərlər. Amma bugün elə bir gündür ki, bunun əksini gördük biz. Allah Təbarək Teala Ali İmran surəsinin səhv eləmirəmsə 159-cu ayəsindədir. Peyğəmbərə buyurur ki, ya Peyğəmbər, sən insanlarla Allahın rəhmətinlə gözəl rəftar elədin deyim, bunlar sənin yanındadırlar və bunlarla məşvərət elə. Yəni xalqla məşvərət elə, axırda da hər nə qərara gəlsən Allaha təvəkkül elə. Bu Allahın aləmin ən böyük şəxsiyyətinə verdiyi bir tövsiyədir. Yəni yolu budur, bundan başqa bir yolu yoxdur. Bundan başqa yol zülmdür, bundan başqa yol küfürdür, bundan başqa yol ədalətsizlikdir, bundan başqa yol haqqı tapdalamaqdır. Bugün də dünyada çox hakimlər belədirlər. Nəinki Allahın əmrinə qulaq asırlar, şeytanın əmrinə və şeytanın istədiyindən hərəkət edirlər. Oysa dünyanın yaradışı budur. Yəni Allah Təbarək Teala ki, dünyanı yaratdı, Həzrət Adəm əleyhissalamı xəlq elədi, insanlar üçün seçim qoydu. Əlbəttə, tam məsələni izah eləyəndən sonra şeytan kimdir? Allah özünü də müərrif edir ki, mən kimim. Və çox insanlar da təbii ki, şeytanın əmrinə tabi oldular, şeytanın istəyinə tabi oldular, bu cürdə davam edirlər. Nəinki bəziləri fikirləşirlər ki, mən özüm dünyada özümün bir seçimim var, özüm üçün yol seçmişəm, dünyanın siyasəti budur, dünyanın vəziyyəti budur. Amma yox, belədir. Aləm bu cürdür, aləmdə budur. Ya ilahi xətdir, ya şeytani xətdir. Və təəssüflər olsun ki, bizimkilər şeytani xətti seçdilər. Bir dövlət öz xalqına qarşı o vaxt cinayət işlədər ki, ya xalqı heç bilir, yəni xalq heçkindir, xalq maraqlı deyil. Sadəcə biz məcbur olmuşuq da, bir iş başına gəlmişik, xalq da ki, bizim əlimizin altındadır, məcburuq indi bəzi bunların da bəzi işlərindən məşğul olaq. Amma xalqı bir xalq kimi, bir insan kimi, bir bəşər kimi saymır. Bu vaxt cinayət baş verir. Xalq bir söz deyəndə, xalq bir haqqını tələb edəndə, xalq ədalətdən danışanda deyirlər, yox, sən düşmənsən, sən terroristsən. Və əsas da budur ki, bəzi vaxt özlərinin xalqa məntiqli cavabları da olmur. Biz indiyənə kimi görmədik ki, bizim xalqımıza kimsə çıxan məntiqli bir cavab verir. İstər Hacı Taleyhinə, istər Hacı Abigülünə, istər başqa qardaşlar ki, meydanda oldular və xalqın, belə deyək, haqqını müdafiə elədilər. Bunların heç hansına bir məntiqli çıxıb cavab verən olmadı. Nə naziri, nə deputatı, nə prezidenti, nə başqası heç kim. Buna qüdrətləri yoxdur. Yəni məntiqi cəhətdən buna qüdrətləri yoxdur. Çünki zalimin heç vaxt belə deyək, ədalətin qabağında tutarlı bir cavabı olmur. Bəli, müğalətə eləyə bilir, allada bilir bəzi avvam kütləni. Amma həqiqi, məntiqli, həqiqi agah, həqiqi bəsirətli şəxsin qabağında zalimin heç vaxt tövcühü yoxdur, cavabı yoxdur. Nə Nəmrud Həzrəti Süleyman Peyğəmbərin qabağında
bunu elədiyinə, nə bilim, Firon Həzrəti Musa Peyğəmbərin qabağında bu işi görə bildiyinə, bizim Həzrəti Peyğəmbərin düşmənləri Peyğəmbərin qabağında bunu eləyə bildi. Heç kəs bu işi görənmədi. Allah düşmənləri və zalimlər heç vaxt həqqin qabağında, bu günün özündə də İslamın əziz rəhbəri Ayətullah Xamenei ağanın müqabilində dünyanın heç bir gücünün, istər nə bilim Trump olsun, istər nə bilim o birisi olsun, bu birisi olsun, heç asının məntiqli bir dənə cavabı yoxdur. Çıxa deyək ki, mən düzəm. Bu belədir, dünyanın yaradılışı belədir. Və təəssüflər olsun ki, müqayisə, bəzi vaxt indi biz məcburuq. Məsələn, Allah dünyanı bayaq dediyim kimi belə qurdu. Bir yanda elə Allahın özüdür, bir yanda şeytandır. Bunlar qabili müqayisə deyirlər əslən. Amma dünya belə qurulubdur. Həzrət Əli əleyhissalamı Muaviyə ilə müqayisə edirdilər. Qabili müqayisə deyil, dünya belədir. Bu gün nədir? Bu günlərin bir dənə təcavüzkar, bu günlərin öz xalqı tərəfindən qəbul olunmayan Trump kimi adam ki, haqqında nələr deyirlər, adam dilə də gətirmək istəmir. Və yaxud Netanyahu və yaxud İncilisi, o birisi, bu birisi. Bunlar əslən bu günlərin dünyada ədalət çarşılarının müqabilində və əziz rəhbərimiz kimi şəxsiyyətlərin müqabilində qabili müqayisə deyirlər. Amma dünya belədir. İnsanların arasında belə bir iş görünür. Bəs bir dövlət, bir hakim o vaxt cinayət edir ki, özünü ağa bilir, özünü Allah bilir, özünü hər bir şeyin yiyəsi bilir. Amma bunun həqiqətən də belə deyil. Dediyim kimi, məntiqli cavabları yoxdur. Bunun özü buna sübutdur. Ayrı sübut gətirməyə ehtiyac yoxdur. Bir nəfər çıxsın, dövlətin içində desin ki, biz düz eləyirik. Biz bu günlərim öldürürük, bu günlərim zindana sallıq, bu günlərim xanımları həbs eləyirik. Nəyə görə ehsan verir orada? Öz etiqadını yaşayır. Deyir, yox, sən mən tutacağım. Əsaslı sözü yoxdur, gələ deyək ki, bunu eləmə. Niyə eləmə, bunu demə. Deyir, çünki mən istəyirəm. Sən kimsən? Heç kim. Sadəcə əlinə bir qüdrət keçibdir. Ayrı bir, ortada bir məsələ yoxdur. Əlinə qüdrət keçibdir. Bəzilər səni istəmir. Əgər səni istəməyəni tutmaq istəyirsənsə, prezident seçkilərində 100% səs verməyə hüququ olanlardan 80% iştirak eləmişsiniz. Ki, damısını tut. İstəmir də qardaş. Səni bir nəfər istəmir. Səni istəməyən hamısını öldürəksən, səni istəməyən hamısını tutacaqsın. Olmaz ki, belə. Bir adam çıxır deyir, bu günlərin bəzi məmurları tuturlar 30 ildən sonra. 30 ildən sonra deyirlər ki, bu insan xalqa xəyanət edir. Xeyr, bu komandaya xəyanət edir, ona görə tutulur. Xalqa yox. Xalqa 30 ildir xəyanət edir də bu. 30 ildir rüşvətdir, 30 ildir yiyir, 30 ildir çapıb talayır. İndi tuturlar ki, bəzən xalqa çıxır. Yox, xalqa xəyanət eləmir. Komandaya xəyanət edir, ona görə həbs olunur. Budur. Yəni xəyanətkar axtarsan onlarla. Yoxsa bir adam ki, çıxırsa deyir, Mehdiyev kimi adamların xəyanətini elə 10 il, 20 il bundan qabaq Hacı Talih kimilər deyirdilər də. İndi sən axıllı çıxırsan, güya çıxırsan. Sən də bunlar xalqa xəyanət edirlər, biz bunu tuturuq. Bunu deyirdilər ki, bunlar xaindirlər. Bunlar rüşvətxorlar, bunlar xalqın malını yeyirlər. Yalan deyil ki, bunlar hamısı həqiqətdir. Buna görə cinayət edirlər. Siz deyənməzsiniz, xalq deyə bilməz. Niyə? Xalq həqiqətdə ən böyük qüdrətdir. Niyə xalq deyənmir? Xalq, əgər bir dövlətdə, bir strukturda və bir nəfər cinayət edir, polis gedir onu tutur. Polis cinayət eləsə kim tutur? Polisdən yuxarıda bir struktur var o. O cinayət eləsə kim tutur? Dövləti təhlükəsizlik xidməti. O cinayət eləsə kim tutur? Biraz gedir, lap yuxarı. Lap yuxarı cinayət eləsə kimlə qalmalıdır? Burada xalq. Sən lap yuxarısan, cinayət eləyirsən. Burada xalq dillənməlidir də. Xalqa sözün var, xalqa sözünü denən. Denən ki, sənin dediyin yalandır. Əgər xalq yalan deyirsə, denən sənin dediyin yalandır. Yoxsa yox, mən şərləyəcəm, mən həbs eləyəcəm, mən öldürəcəm. Bundan səndən qabaqçılar dünya yaranandan bura kim bir yerə çatıbdır ki, sən də gedəsən bir yerə çatasan?
Bəzilər ki, Allahı qəbul eləmirlər, deyirlər, şəhlə, mən öz dövranımı sürüm, keçməli, ondan sonra nə olar? Bəli, ondan sonrası sən Allahın yanına gedərsən, orada başa düşərsən nə olar. Səndən qabaqçılar getdi. Sən o şəxslərin yolunu gedirsən ki, onlar da səni kimi öldürdülər, indi onlar da Allahın yanındadılar, şəhid elədikləri də Allahın yanındadılar. Allah indi onlardan hesab kitabını eləyir. Sən də onlar kimi və siz də onlar kimi. Bunlar hamısı bu cürdə davam edir, dünyanın quruluşu bu. Bu aşkarda olan cinayətdir. Bəzi cinayətlər var, gizlin cinayətlərdir. Xalqın malını yemək, xalqın malını mənimsəmək, xalqın haqqını verməmək. Bəzilərindən bunların əslən xalqın xəbəri yoxdur, xalqa da ki, deyən yoxdur. Kəramət böyükçöl demişəm, ziyalılarımız da ki, əqim olublar. Bəzilər əlbəttə ki, dillənmirlər. Deyilmir bu, yəni xalqın heç bir o görən gözü, başa düşən təkdir. Hacı Talih kimi adamlar təkdir. 8 milyon, 10 milyon xalqın içində bunlar barmaq sayıdır. Xalq bunları başa düşər, xalq gərək bunları müdafiə eləyək, xalq gərək bunların sözünün üstünə durar ki, bəli, bunlar bizim sözümüzü deyirlər. Xalqın haqqı qorunmalıdır, xalqın haqqı xalqa verilməlidir, xalqın sözü dinlənilməlidir, xalqa qulaq asılmalıdır. Nəinki, yox, mən nə istəyirəm, onu eləyim. Bu daxili məsələdir, yəni daxildə bu xalqa olunan zülümlərdir, dediyim kimi. İndi bir dənə məsələ gəlib ortaya çıxıbdır ki, artıq dövlətlər özlərini belə deyək, hətta xarici siyasətlərində deyirlər ki, elə biz xalqın sözünü deyirik. Biz nə deyirik? Xalqın sözüdür. 7 oktyabr məsələsi Qəzzada bunu göstərdi ki, dünyada xeyr, hakimlər və prezidentlər və böyüklərin dediyi sözlər xalqların sözləri deyil. Xalqlar hətta öz hakimiyyətlərinə belə etiraz elədilər. Bu da bir cinayətdir, xalqa qarşı bir cinayətdir. Dünyada bir hadisə olur, məsələn, Fələstin kimi hadisi. Nəinki dillənmirik, yəni böyük səviyyədə belə deyək, o siyasi elitan adamlar. Nəinki dillənmirlər, hətta kömək eləyirlər düşmənə, hətta düşmənin yanında olurlar. Hər kəs də buna etiraz eləsələr, həbs eləyirlər. Məntiqi sözü var, yoxdur gənə. Biz İsraili müdafiə eləyirik Azərbaycan hökumət olaraq. Niyə, nəyə görə? Dəlil yoxdur. Dostumuzdur. Kimdir dostum? Bir qovum ki, Allahla düşməndir. Bir qovum ki, bəşəriyyətlə düşməndir. Bir qovum ki, özündən başqa heç kəsi insan saymır. Bununla dost olmaq olar. Bu aldacıdır. Bu şəxs özünü də Allahdır. Əgər Allah Quranda buyurmur, səhv eləmirəmsə Maiddə surəsində olmalıdır, 51-ci ayət ki, Yahudiləri və Nəsraniləri özünüzə dost tutmuyor. Bunlar bir-birinin dostudurlar. Bunlar bir-birinin dostudurlar. Belə deyil ki, biz Nəsrani ilə, Yahudi ilə dost olaq, onlar da bizə desinlər, bəli, biz dostuq. Xeyr, belə deyil. Bu həmin qovumdur ki, Hz. Musa aleyhissalam gəldi, Fironun zülmünün əlindən aldı, gətirdi. Yol boyu, Hz. Musa dedilər, Allahına denən bunu versin, Allahına denən bunu eləsin, Allahına denən demədilər Allahımıza. O qədər Hz. Musa aleyhissalamla möcüzə gördülər, amma elə dedilər ki, Allahına denən bunu eləsin. Bunlar bu qovumdular. Bunlar bu qovumdular. Bunlar Peyğəmbər öldürən qovumdular. Bunlar həmin qovumdular ki, o boyda zülümdən gəldilər. 10 gün artıq Hz. Musa yanlarında olmadı. Getdilər inəyə, buzova başladılar sitayiş eləməyə. Bunlar həmən qovumdular. Bunlar öz qardaşlarına zülm eləyən qovumdular. Bunlar öz atalarına zülm eləyən qovumdular. Bunlarla nətər dost ola bilərik? Zərrə bir dənə misal gətirərlər, deyərlər ki, bunların bu xüsusiyyətinə görə biz bunlarla dostluq eləmək istəyirik. Bizə deyək, bəli, bu xüsusiyyətləri, bu düz deyilsə. Yoxdur belə bir şey. Və indi də bunlar nədir? Kimə ki dost deyirlər, bunu açıq-aşkar çıxırlar, həm Ərəbistan haqqında nalayiq sözlər deyirlər, adam dinlər. Deyək, Ərəbistan bizdən ötürü sağmal, inəkdir, nə bilim, filan, bizdən ötürü budur, filan, bizdən ötürü budur. Bunlar budurlar. Bunlarla nətər dostluq eləmək olur? Kim ki deyir, bunlar bizim dostumuzdur, bu yalan deyil.
Bunun özü kölədir, bunun özü quldur, bunun özü tabi. Amma bunlarda da belə ki, məsələn, mən müsəlmanam, mən Azərbaycanlıyam, gedim Yahudiliyi qəbul edeyim, gedim mən də olum Yahudi, Quran ayəsi mənə da şamil olsun ki, bunlar bir-birinin dostudur. Xeyr, belə deyil. Belə deyil. Sırf özlərinə aiddir məsələ. Bunlar nə tək bizə dostu? Bu günlərin Hacı Talib və başqaları çıxır deyir ki, bunlar düşməndirlər, bunlar Allahın düşmənidirlər, bunları gətirib bizə müsəllət eləmə, gətirib bizim başımızda oturtturma bunları. Deyir, yox, sən niyə etiraz eləməlisən? 70 min adam öldürdülər, uşaq qadın bir nəfəri qoymadılar Azərbaycanda, çıxsın etiraz eləsin. Niyə, nəyə görə? Xalqın buna haqqı var. Xalqın dünyanın bir yerində olunan zülmə etiraz eləməyə haqqı var. Niyə qoymusan bunu? Buna məntiqli cavabın var? Yoxdur. Təbii ki, məntiqli bir cavab yoxdur. 5 dənə xanım gedir, orada ehsan verir, tutursan, aparırsan, həbs eləyirsən bunu. Çağır bir nəfər gəlsin, danışsın, deyirsin, nəyə görə bunu eləməməlisən? Yoxdur. Sən xalqla düşmən eləyiblər, Azərbaycan hökumətini xalqla düşmən eləyiblər. Qorxuzublar o qudrətdə. Gəlib deyirlər ki, bu xalq sənin düşmənindir, şiə sənin düşmənindir, sünni sənin düşmənindir, ədalət tələb eləyən ziyalı sənin düşmənindir, bunları sən məhv eləməlisən. Qorxuzublar. Xalqla düşmən eləyiblər. Söz çox yerdə deyirəm. İndi xalqın özündən təhdid eləyirlər. Elə bunlar bu xalqla da vuracaqlar. Dediyim kimi, əsl qudrət xalqdır. Elə bunlar bu xalqla da vuracaqlar. Xalqla niyə düşmən olsan? 2 dəfə az fasilə ilə gəldi burada rəhbərlə görüşdü. Səhv eləmirəmsə 1 il ya 2 il fasilə ilə. Ağa hər ikisində eyni sözü təkrarladı. Get xalqın rifahınla məşğul ol və şiəni müdafiə elə. Xalqın rifahınla məşğul ol. Haqqı müdafiə elə, şiəni müdafiə elə, yəni haqqı müdafiə elə. Haqqı müdafiə elə, xalq da sənin yanında olsun. Trump kimdir? Trump kimi üzr istəyirəm. Hər yora qulluq eləyən gəlib oturub, bəziləri də tez bir dənə zəng vuran kimi qorxularından qaçıb gedib orada otururlar. Biz təyid eləyirik ki, sən sülh mükafatına layiqsən, nə bilim, nəsən. Dünyanın gözü qarşısında bu gülünc bir vəziyyət. Və yaxud Misirdə yığıldılar, getdilər, güya Qəzzada hansısa atəşkəs olacaq, nə olacaq. Teatr. Yəni artıq bunu hamı bilir ki, bunların hamısı teatrdır. Və hamı yaxşı bilir ki, qudrət öz sözünü deyir burada. Bu günləri Venezuelan prezidentinə gəlir Amerika deyir ki, sən terroristsən, mən səni elan elədim terroristəm, vəssalam, mənim haqqım var, hücum eləyəm, səni öldürəm. Sabah bunu saat eləyəcək, nə tər ki, Qəddafi elədi, nə tər ki, başqalarını elədi. Bunlar tarix boyu bunu sübut eləyiblər ki, hər kəs 100% var gücündən, ailəsindən, pulundan, hər şeyindən bizim xidmətimizdə durublar. Biz axırda onları məhv eləmişik, istifadə müddəti qutarandan sonra. Bunu özləri sübut eləyiblər. Buna dəlil lazım deyil, buna mütaliə lazım deyil, buna oturub saatlarla fikirləşmək lazım deyil. Bunu özləri sübut eləyiblər. Bu günlərdə bu belə də olacaqdır. Bunların zatı belədir, bunların xisləti belədir. Bundan ötürü öz xalqına zülm eləməyin mənası yoxdur. Niyə öz xalqına zülm eləməliyəm? Nə istəyir xalq? Xalq deyir, rifahımla məşğul ol, dinimi yaşayıb. Dinimi yaşamaq istəyirəm, hicabımı taxmaq istəyirəm. İmam Hüseyin Aleyhisselama məclis tutmaq istəyirəm. Sən əgər xalqla dost olsaydın, bunların sağ təhlükəsi olmazdı. Sən xalqla düşmənsən ki, bunların sağ təhlükəsi. 10 milyonla düşmən olub ki, edib bir dənə Allah düşmənindən dost olursan. Bununla özünü sığorta eləmək istəyirsən, bu mümkün deyil. Yəni, bir yerə də gedib çıxmayacaqdır. 5 dənə xanım dediyim kimi, 5 dənə, 6 dənə xanım. Yəni, insan hansı səviyyəyə çatar ki, öz xalqını İmam Hüseyin Aleyhisselama ehsan verdiyinə görə 5 dənə xanımı tutar həbs edir. Sən hansı səviyyəyə çatmalıdır? Amma onun adı nədir? Zülmün bu həddə olmaz ki. İnsanları
Əgər bir nəfər özünü cəhənnəmli eləmək istəyirsə, Allah Quranda buyurur ki, bəzi hakimlər insanları da cəhənnəmə sürükləyərlər. Dəf eləməmsə, Əl-Qəsəs surəsindədir, 41-ci ayı. Bəzi hakimin xalqı niyə cəhənnəmə sürükləyirsən? Bu xalq dinini yaşasın. İmam Əleyhisselam Nəhcül Bəlağədə buyurur ki, sizə mən tapşırıram ki, əxlaqi sütunların aradan getməyinə qoymayın, əxlaqi sütunlar cəmiyyətdə aradan getsin. Niyə, nəyə görə? Çünki cəmiyyət məhv olur. Bir nəfər çıxır televiziyada Allahın adını çəkən kimi yuxarıdan 20 nəfər zəng vurur, tez verişi dayandırır. Amma bir dənə xanımı çıxardırlar, çıxır qəşəng televiziyada deyir ki, mən bugün öz oğlumla, üzr istəyirəm bu ifadəmə görə, mən bugün öz oğlumla yata bilərəm də, bunun nə eybi var ki? Və bu proqram gedir televiziyada, bunun qabağını almırlar. Niyə, nəyə görə? Bu düşmənin işi deyil, bunun nə cür izahı var? Kim izah eləyə bilər bunu? Hansı deputat? Siyavuş kimi deputat? Öz həmkarlar tərəfindən belə qəbul olunan adam deyil. Və yaxud da o birisilər, bu birisilər. Danışanda deyirlər, o Fazildir, dini komitənin komisyanın üzvüdür. Gedin Quran oxuyun. Quranı biz oxuyuruq, siz Quran oxuyun. Sizin xəbəriniz yoxdur Quran içindən. 5 dənə, 3 dənə kitab yazıb cəmiyyətin cavanlarını allatmaqla deyil ki. Xalq gərək gözü açıq olsun, xalqın məxsusən cavanları gərək gözü açıq olsunlar, bəsirətli olsunlar, görsünlər bunları hara aparırlar. Bir dənə müğənni gəlir, 50 min dənə fəsad eləyibdir, gəlir, xalqın başına onu açır, gedir, qəşək sənə 5 gün saxırlar, bıraxırlar, sonra eləcək özün həll elə məsələni sonra. Amma biri Allah deyən kimi 15 il, ya Allah getdi. Uşağı yetim qalmalıdır, xanımı başsız qalmalıdır, atası, anası gözü yaşlı qalmalıdır. Niyə sən ədalət tələb elədin? Hətta məhkəmələrində belə cavab verə bilmirlər. Yəni, bu qədər zəlildilər. Hətta hakimləri o seçib gətirib o adı böyükdə filan, nə bilim, ağır cinayətlərin hakimi filan filan. Hətta bunların belə məhkəmədə cavab verməyə sözləri yoxdur. Bir dənə sözləri budur. Zakaz sifariş yuxarıdan gəlib. Vəssalam, getməlisin. Amma üzdən İraqlar hamısı televiziyada, cəmiyyət dağılır, iqtisadi cəhətdən dağılır, əxlaqi cəhətdən dağılır, bütün sahələrdə dini cəhətdən dağılır. Adını qoymuşuq, nə dünyavilik? Dünyavilik kim izah eləyə bilir? Qardaş, dünyavi sən get iqtisadiyyatda dünyavi ol, get tibbdə dünyavi ol, get təhsildə dünyavi ol. Dünyavilik deyən kimi gətirib barmaqlarını qoyurlar dinin üstünə. Gətirirlər əllərini qoyurlar çadırağın üstünə. Gətirirlər əllərini qoyurlar hicabın üstünə. Biz dünyavi olmaq istəyirik. Kim dedi ki, Allahın əmrini yerinə yetirən dalda qalıb? Cavabınız var buna? Yoxdur. Gəlsinlər, dini komitələri gəlsin, saray mollaları gəlsin, Allah şükürün idarəsi gəlsin. Ondan sonra nə bilim, o Milli Məclisdə o dini komisyanın üzvləri gəlsin, hamısı gəlsin. Gəlsinlər, danışsınlar mütəxəssislərlə. Sözləri var, yoxdur. Cavabları var, yoxdur. Ancaq deyirlər, bizim qüdrətimiz var, biz bunu belə istəyirik, belə olmalıdır, vəssalam. Bunlar da nə dedilər, şəhid olanlar nə dedilər sizə? İstəyirlər, haqqımızı istəyirik də, xalqın haqqını istəyirik də. Nə dedilər? Gəldin, öldürdün. Sizdən qabaq o qədər qüdrətlər, əllərində silah olub, qüdrət olub, öldürüblər. Bu günlərin tarixin zibilliyində yox oldular, getdilər. Qəddafini üzr istəyirəm, it kimi öldürdülər. Öldürdürdülər xalqa. BMT-nin katibi o gün bir həftə bundan qabaq çıxıb deyir ki, biz bəşəriyyəti qarşıdan gələn müharibələrdən xilas eləyə bilmirik. Siz heç vaxt xilas eləyə bilmirsiniz. Sən kimsən ki, sən oturubsan orada? Sən gətirib başından, kəndirindən tutub gətirib qalırsan. Kimsən nəsə xilas eləyəsən? Hər kəs xalqının yanındadır, bunlar həmişə qüdrətlidirlər. Xalqının yanındadır. Cavab ver. Xalq səndən nə istəyirsə, demir ki, yiyibsiz də, ta yediyinizi artıq başqaları yiyir. Yığdıqlarınızı artıq başqaları yiyir. Rusiya orada mülklərinə həbs qoyur, Avropa orada mülklərinə həbs qoyur, orada mülklərinə həbs qoyur. Malum bu da Allah Quranda deyib belədir bir şey ki, haram yolla yığdın, sən deyir ki,
Sənin deyil. Hətta halal yolla gələn haqqında Əli əleyhissalam buyurur ki, insanın var dövlətinin 2 dənə varisi var. Bir hadisələr, bir də vərəsələr. O da qala hələ haramla olan. Xalqın yanında xalqla danış, xalqla Allah Quranda Peyğəmbərinə buyurur, xalqla məşvərət elə, xalqla danış, xalqın dərdini dinlə. Bir nəfər saat çıxır, deyir, təkrar elə, bunlar bizim düşmənimizdir, bunlar bizim milli kimliyimizi əlimizdən alırlar. Bunlar bizim dini kimliyimizi əlimizdən alırlar. Yox, biz dünyavi. Nədir dünya? 5 dənə müğənni çıxır, soyunur, bu oldu dünyavi. Təhsil 0, iqtisadiyyat 0, səhiyyət 0, nə bilim, başqa şey, hamısı 0. Trump'ın prezident olan vaxtı İlham Əliyevin bir müsahibəsi var idi. Onda Trump təhdid eləmişdi Azərbaycanı ki, hücum eləyərik filan vecman. Müsahibəsində dedi ki, sən bizə nə ayırmaq istəyirsən? İranla Rusiyanın böyründə bizə hücum eləmək istəyirsən? Yəni, bu, bəli, həqiqəti var bu sözün. Bizim güclü qonşularımız var. Rusiya, İran, Türkiyə. Strateji yerdəsən, sərvətin var filan vecman. Bəli, burada sağ heç nə eləyəm. Bu imtiyazlardan istifadə eləmək lazımdır. Xalqdan istifadə eləmək lazımdır. Yoxsa tez oradan bizdən gələn kimi dedim, deyim sən yaxşı adamsan sən. Bunlara görə xalqa zülm eləməyə dəyməz. Nə bir gün bu xalqa cavab vermək olmayacaqdır. Nə də ki, Allaha cavab vermək. Allah da bu dünyada abur aparacaqdır. Yəni, Allah özünün vədəsi var. Hər kəs Allahla düşmənçilik eləyir. Həm bu dünyada aburunu aparır, ahirətdə də ki, vaveyla. Mən axırda üçün əyyamda Həzrəti Zəhra salamüleyhanın bir sözünü demək istəyirəm. Bunlar zülm eləyirlər. Qüdrətləri var, zülm eləyirlər. Və bu qüdrətləri də bağlıdır başqa qüdrətə. Biraz da ona görə zülm eləyirlər. Yəni, tam qüdrətləri öz əllərində deyil ki, bunlar ona görə zülm eləsinlər. Başqa yerdən gəlirlər, danışırlar, səhv məlumatlar verirlər, nə bilim, başqa zülm məsələni izah eləyirlər. Deyirlər ki, xalq sənin düşmənin. Və zülm eləyirlər. Allahın ki, vədəsi var, Allah özü məsələnin həm bayaq dediyim kimi dünyada zəlil eləyəcəkdir ki, həm də ahirətdə əbədi cəhənnəmdir bunların. Xalq dediyim kimi gərək ayıq ola, gərək bəsirətli ola, gərək baxalar, gərək araşdıralar. Kimi bizlə düşmən eləyirlər? Əbədi düşmənimizi bizim gözümüzdə açandan eşitmişik ki, erməni bizim düşməndir, bu gün bizə dost kimi gətiribsiniz. Amma xalqın yanında olan, ac vaxtında, çətin vaxtında, ondan sonra mühasirədə olan vaxtında, ermənilərin zülmünün altında olan vaxtında, xalqın böyründə olan İran İslam Respublikasını gətirdilər, xalqa dedilər, bunlar sizin düşməninizdir. Xalq gərək bu şeylərdə ayıq olur. Kim bu xalqın yaxşılığını istəyir, kim xalqın pisliyini istəyir. Millətçilik deyəndə başa düşərlər millətçilik nədir. Bir nəfər gəlmişdi, dedim, millətçilik, qardaş, nətər millətçisən? Sən xalqın dərdini demirsən, xalqın haqqını tələb eləmirsən, xalqın sözünü demirsən, xalqın müşkülündən danışmırsan, amma iqtidara bir söz deyən kimi deyirsən, yox, sən düşmənsən, mən millətçiyəm. Millətçi o şəxs ki, millətin sözünü deyir zindandadır. Millətçi o şəxs ki, millətin sözünü deyir sürgündədir. Millətçi o şəxs ki, millətin sözünü deyir şəhid olubdur. Bunlar da millətçi. Bütün media bugün Azərbaycanda bağırır. Millətçi, millətçi, millətçi vətən. Amma xalqın sözünü deyirlər. Hansı xalqın sözünü deyir? Xalqın müşkülündən danışır. Xalqın təhsil problemindən, xalqın səhiyyə problemindən, xalqın iqtisadiyyat problemindən, xalqın əxlaq problemindən. Hansı danışır? Allah'dır. Yəni, xalq gərək burada ayıq ola, diqqətli ola, xüsusən zamanla. Millətçi deyəndə nə nəzərdə tutulur? Və həqiqi millətçilər kimdir? Və gərək diqqətli olalar. Dediyim kimi, Allah düşmənini bizə dost göstərmək istəyirlər. Allahla düşmənlə bizə dost ola. Mümkündür ki. Onlar ki, həqiqətən sübut eləyiblər xalqın yanındadırlar. Sübut eləyiblər. Xalqın pis günündə yanında olurlar, onlar da xalqın dostu. Siyonist rejiminin səfiri Bakıda bir 5-6 ay bundan qabaq bir müsahibə verir. Deyir ki, biz 30 ildə Azərbaycan xalqının yanındayıq. Bəli, siz 30 ildə gəlib yerləşibsiniz. Amma xalqın harada yanında olubsunuz siz? Hava olubsunuz xalqın yanında.
Nə ilə olubsuz xalqın yanında? Burada gərək xalq ayıq ola. Qoymayaq ki, belə deməyək ki, filan kəs yuxarıda oturubdur, hər şeyi görür, hamıdan axıllı. Gəncənin o məlun icra hakimiyyəti Elmar Vəliyev deyirdi ki, mən Gəncədə icra hakimiyyətiyəmsə, deməli Gəncədə məndən axıllı adam yoxdur. Axırda Allah axıllı adamı çıxartdı qavağını. Trump deyir ki, mən əgər prezidentəmsə, Amerikada məndən axıllı adam yoxdur. Həqiqətən elədir. Kimsə gəlib yuxarıda hansısa vasitələrlə, səbəblərlə oturubsa, bunun mənası budur ki, o hər nə desə biz onu qəbul eləyək. Məxsusən də ki, bunun zülmü açıq-aşkardır. Tüğyan eləyir zülmü. Zülm tüğyan eləyir. Deyək, diqqətli olaq. Bizə nəyi təhmil eləyirlər, nəyi yükləyirlər, nəyi əlimizdən alırlar. Deyək, diqqətli olaq bütün məsələlərdə. Ki, Allah bir gün inşallah nizat verər. Bəli, səbr eləyirik. Bizim də gözümüz buna çatır. Həzrəti Zəhra salamullah əleyha gəldi xutbəsini eləyəndən sonra Peyğəmbər qızıdır, Əli əleyhissalam zamanənin imamı, bəşəriyyətin ən üstünü. Nə olsun, bir qrup zalimin əlində qalıblar da, dünyanın işləridir. Bir qrup zalimin əlində qalıblar. Zalim əlinə biraz qüdrət salıbdır, bəzi o zamanənin alimləri, o bir dənə qəşəng bir söz deyirdi. Deyir ki, Həzrəti Zəhra salamullah əleyhanın məzlumiyyəti, Əli əleyhissalamın məzlumiyyəti ona görədir ki, zamanənin o ziyalıları iki dənə məsələdə özlərini allatdılar da, məntiq dilləndəsə özlərini müğalitiyə saldılar. Biri budur ki, dedilər ki, başqası dillənmir, mən niyə dillənim? Budur. Bir daha bu ki, dillənsəm görə nə olacaqdır ki? Bu günlərin bu məntiqi yeridiblər insanların zehnindən. Zehinləndir işləri, bu günlərin zehinləndir. Nəinki qabaqçı kimi. Rəhbər buyurur ki, bu gün düşmənin işi insanların zehninlə, təfəkkürünləndir. Diqqətli olasan ki, nəyi alladırlar, nə tər alladırlar, nə şəkildə alladırlar. Diqqətli olasan. Həzrəti Zəhra salamullah əleyha deyəndən sonra onlara belə dedi. Burada buyururlar ki, zülmün şiddətini çatdırırdı xanım burada. Zülmün şiddətini. Xanım buyurdu ki, və nəsbiru minkum ələ misli həzzil muda və xəziyyəs sinan fil hişa. Biz, demirəm mən, söhbət Əli əleyhissalamdan da gedir. Deyir, biz səbr eləyirik sizin zülmünüzə. Elə bir səbr eləyirik ki, o səbr eləyən ki, onun bədənini böyük-böyük iti bıçaqlarla doğrayırlar. Mən də bu gün deyirəm, biz də sizə belə səbr eləyirik. Bir gün Allah fərəc verəcəkdir. Səhv eləmirəmsə, Əli əleyhissalamdandır hədis. Əli əleyhissalam buyurur ki, qorxu şəxsin naləsindən ki, Allahdan başqa heç kəs yoxdur. Qorxu şəxsə zülm etməkdən ki, Allahdan başqa heç kəs yoxdur. Bəli, bizim Allahımız var. Allahın da özünün bir qanun təşvinisi var. Nəsə gec olur. Amma biz səbr eləyirik. Nə? O tutulan şəxslərin, Hacı Talihlər və onun ətrafı, onun kimi haqqı deyənlər, nə onların ah-naləsi sizin yaxanızı dünya və axirətdə buraxacaq, dünya və axirətdə. Nə o yetim qalan uşaqların ah-naləsi yaxalarını buraxacaqdır, nə o tökülən qanlar Nardalanda və Nardalan hadisəsindən qabaq və Nardalan hadisəsindən sonra o tökülən qanlar sizin yaxalarınızı buraxacaqdır. Bu mümkün deyil. Mümkün deyil. Allahın vədəsi var. Bir gün yaxanızı tutacaqdır. Amma onda yəqin bilin ki, özü o Allah düşmənləri ki, onları özünüzə dost bilibsiz, Allah elə onların əlindən məhv edəcəksiniz. Yəqin bilin, o vaxt ki, xalqa üst tutaqsına, təki Qəddafi öz xalqına dedi ki, mən sizin atanızla məni öldürmürün, gülləni vurdular təpəsinə. Yəqin bilin ki, bu başınıza gələcəkdir. O vaxt xalqa deyəndə ki, mən sizin rəhbərinizəm, biz sizin rəhbərinizik, biz sizi istəyənik, biz sizə onda xalq deyəcək, yox. Biz bunu sizdən görməmişik. Biz sizdən zülm görmüşük,
Biz sizdən ədalətsizlik görmüşük. Biz sizdən qan töhmək görmüşük. Biz sizdən uşaqları yetim qoymaq görmüşük. Biz bunu görmüşük. Allahın verəməz zəti zəlalı hörmətinə bütün İslam və bəşəriyyət düşmənlərini məhv nabud eləsin. Allahın verəməz zəti zəlalı hörmətinə İmam-ı Zaman ağanın zuhurunu təzir eləsin. Allahın verəməz zəti zəlalı hörmətinə öz dinini, Qur'anını, ilahi hakimiyyəti İmam-ı Zaman ağanın əlindən yer üzündə bərqərar eləsin. Allahın verəməz zəti zəlalı hörmətinə İslam düşmənlərini, onların xidmətçilərini, hər kəs bu yolda Allah düşmənlərinə xidmət edirlər, onları tezliklə məhv nabud eləsin. Allahın verəməz izzəti cəlalı hörmətinə haqqı deyib, Allahın sözünü deyib, dinin sözünü deyib, xalqın sözünü deyib, şəhid olub dünyasını dənişənlərə qəniyyə rəhmət eləsin. Onları İslam şəhidlərindən məhşur eləsin inşallah. Allahın verəməz izzəti cəlalı hörmətinə, Həzrəti Zəhra salamullah aleyhə hörmətinə bütün zindanda olan, nəinki Azərbaycanda, dünyanın hər yerində haqqı sevən, haqqı deyən, haqq yolunda Allah sözünü deyib, həbs olunanlar bütün zindan və əsirləri izzətlə azad eləsin inşallah. Allahın verəməz izzəti cəlalı hörmətinə, öz zəhmətinə, öz qüdrətinə xalqımıza nicat versin, xalqımızı agah eləsin. Düşmənləri, düşmənlərin təsəllütünü, düşmənlərin əlini, düşmənlərin fürsətini, bu xalqın düşmənlərinin fürsətini onların əlindən alsın inşallah. Allahın verəməz izzəti cəlalı hörmətinə bizləri bir an da olsun öz başına buraxmasın. Allahın verəməz zəhmətinə, öz qüdrətinə, öz böyüklüyünə bütün məzlum xalqları dünyada, məxsusən Fələstin, İraq, Yaman, bütün məzlum xalqlara nicat versin. Allahın verəməz izzəti cəlalı hörmətinə müqaviməti, müqavimət səhbəsini, batilin qabağında duran bütün haqq əhlini inşallah hifz eləsin və işlərində müvəffəq eləsin. Allahın verəməz zəhmətinə, öz qüdrətinə, öz böyüklüyünə əziz rəhbərimiz Ayətullah Xameneyi ağanı yerin göyün bəlasından hifz eləsin. Bütün üləmanı, bütün mübəlliğləri, bütün dindarları, bütün alimləri ki, Allahın sözünü təbliğ edirlər, Allahın dinini təbliğ edirlər, haqqı bərqərar eləmək istəyirlər. Onları inşallah hifz eləsin, yerin göyün bəlasından hifz eləsin, insi cinnin şərrindən hifz eləsin və düşmənlərini zəlil-i xar, məhv nabud eləsin. Allahın verəməz zəhmətinə, öz qüdrətinə, öz böyüklüyünə, bu zülümlər ki bizə olunur, bu zülüm ki xalq olunur, bizləri bu zülümlərin müqabilində həqiqi səbr edənlərdən qərar versin, sabit qədəm qərar versin və səbəb olmasın ki, bütün bu zülümlər səbəb ola ki, biz Allah eləməmiş, Allah eləməmiş, Allah eləməmiş dinimizdən bir addım belə dala çəkirək. Allahın verəməz zəhmətinə, öz qüdrətinə, öz böyüklüyünə, günahlarımızın üstündən qələmə affi çəksin. Bütün o şəxslər ki, Allah sözünü deyib şəhid olublar, Allah bütün günahlarının üstündən qələmə affi çəksin. Bütün dünyadan gedənlərimiz, valideynlər, ustadlar, həqqi boynumuzda olan hər şəxsin Allah inşallah günahlarını bağışlasın və ruhlarını şad eləsin. Bütün o şəxslər ki, Hacı Qasım və onun simasında bütün müqavimət başçıları, Hacızadə, Səlami, hamısı. Allahın verəməz izzəti cəlalı hörmətinə bunları Kərbəla şəhidlərindən məruf və məhşur eləsin. Və onların şəfaətini bizdən binəsib eləməsin. Allahın verəməz zəhmətinə, öz qüdrətinə, öz böyüklüyünə bizləri dünya və axirətdə əhl-i beytdən ayrı salmasın və bizləri Qur'an oxuyub ona əməl edənlərdən qərar versin inşallah. Əssalamu aleykum və rəhmətullahi və bərəkət. Qırmız xələt giyənlər, ey ya Zəhra deyənlər, qırmız xələt giyənlər, lay lay yoldaşlar lay lay, məzlum qardaşlar lay lay, lay lay yoldaşlar lay lay, məzlum qardaşlar lay lay.
yüzlere kurban, kanlı gözlere kurban, kutsali yüreğizde kalan sözlere kurban, kalan sözlere kurban. İndi hamı menden lay lay yoldaşlar lay lay, mezlum kardeş diyeceğim lay lay yoldaşlar lay lay, mezlum kardeş lay, ana zaten demirsiz, dertsiz ayan demirsiz, day gelmiriz ellere, razı niyaz demirsiz, kan destemaz almışız, niye ezan demirsiz, kan destemaz almışız, niye ezan demir. Bir okşama diyakşar daye lay lay yoldaşlar lay lay, mezlum kardeş hamdisin diyor canım lay lay. Her bela geldi yoldan, her bela gelse yoldan, cananlık ya Hüseyin. Her bela gelse yoldan, cananlık ya Hüseyin. Battı aşıklar kala, biz dalda kaldık ya Hüseyin. Bütün şehitlerim yola saldık ya Hüseyin. Ele buradan yavaş yavaş bu günlerin rozasını, bu günlerin sözlerini, Eyyam-ı Fatimiye'di, hanımın eyyam-ı sıcadedir. Tamam balalar bakırlar nenenin cenazesine, nenenin cenazesi evden yola düşür. Ebi Abdillah gele nene eyyâgimi öpürem, Kerbela'ya tez gelesin. Seni o korkulu çölde batmaram alacağım. Kellemin ya Allah enel Hüseyin, Mevlam bir danış aynen ben oğlum, ben İmam Hüseyin'im aynen oğullara gelin burama. Demirem düremi düşmenler alanda gelesin, yer göğekli cefa derse salanda gelesin.
süt əmər əllərim üstündə qalanda gələsən. Ana demirəm eylə kərəm ətri qul yasimə gəl. Yıxılan məxdidə baş çəkməqə Abbasımə. Rozəm bu deyib bir cümlə rozə təqdim eləyəcəm. Şühəda özləri sahibi məclislər. Səndən də sözüm yox, işim yox. Ya Allah, yapışıram şühədanın damənlə. Nənə zülmü düşmən, çələsəm vaxtidə də gəlmə ana. Başımı şimri kəsəm vaxtidə də gəlmə ana. Qorxudan qızlar əsəm vaxtidə də. Nənən öləydi bala hara gəlim, nə vaxt gəlim bala. Ya Allah, Allah rəvəz olsun ya Allah. Oğul hara gəlim, başıma dolanım Əbi Əbdüllah. Dedi nənə demirəm, çəkmağa baş beykar bir canimə gəl. Amma hər yerdə də yolu gözləməsəm, bir yerdə yolu gözləyəcəm. Nənə orada məni çək qoyma, gələcmən ay nənə. Demirəm çək
تاج تبریز آنکارا اظهارا تاج تبریز آنکارا اظهارا تاج تبریز آنکارا Azerbaycan selam olsun kişi meslekleri İran'a. Selam olsun senin ülkende azade şehidane. Selam olsun Baku nardaran alem keran. Korkulu cilvelerde sen dürüstigan ezbersen. Korkulu cilvelerde sen dürüstigan Kâmet ney zalime def kimim Kâmet ney zalime def kimim Bizlere örgedim Hüseyin kıyamı khur yıkılmaz. Bizlere örgedim Hüseyin kıyamı khur yıkılmaz. Yıkılmayan neberdide dayan kıyamet eyle. Yıkılmayan neberdide dayan kıyamet eyle. Boy yapsın duan batmaz. Zalim məqsədə çatmaz, Kaxi zülm yatar amma Pərçəmi Hüseyin yatmaz. Kaxi zülm yatar amma Pərçəmi Hüseyin hamı Ləbbeykə yasarallah. Ləbbeykə yasarallah. Ləbbeykə yasarallah. Ləbbeykə yasarallah. Azerbaycan seni biganeler dilden sala bilmez. Bilsin Sihyon Hüseyin eşli yüreklerden alabilmez.